giyim, iş, hamısı. Her şeyden kaldı. Belə bir övlad böyütmüşük biz. Bir ana, ata, fəxr edirik ki, xəyal kimi övlad böyütmüşük. Allah sizlərə can sağlığı versin, gəlib şəhidlərimizi işıqlandırırsınız. Ağırdır, çox ağırdır bana. Dərdi çox ağırdır. Ancaq kişilik, mərdlik yolunda gediblər. Onlar bizim başımızın yuxarıdırlar, tac oldular. Azərbaycanın ərazı bütövlüyünü bərpa elədilər, 100 illərin qanunu aldılar, papağımızı, analarımızın çəl ağacını geri qaytardılar. Elə bir oğul böyütdüyüm ki, mən fəxr edirəm. Onsuz da mən onu fəxr edirdim balalarımla. Allah geride qalan balalarımızı qorusun, Allah sizlərə can sağlığı versin, xəyalların ruhu şad olsun, bütün şəhidlərimizi Allah rəhmət eləsin, məqamları ucu olsun. Allah bir dəfə səbrinizi versin. Amin. Başımız sağ olsun deyirik. Vətən sağ olsun. Bəli, başımız sağ olsun. Allah Teala xəyal qardaşımızın timsalında bütün şəhidlərimizin məqamını zəhmət məqamlarımızı etsin. Bəli, çox ağır dərddir, övlad dərdi. Amma hətta bir şey deyirsə ki, çox şərəflidir. Şərəf. Hər bir insan, döyüşən insana Allah Teala o zirvəni, o şəhidlik, şəhadəti nəsib eləmir. Biz döyüşənlərin hamısının arzusu olur ki, şəhadət. Qardaşım, sən də canlı şəhidsən, Allah köməyin olsun. Şəhidləri uzağında gəzdirirsən. Mən burada baxıram, gözüm bir şeyə sataşdı, bir nəslin iki qəhrəmanı. Və yazılır ki, muradsız, xəyalsız keçən dəqiqələr. Sahada baxın, çox böyük məna vardı orada. Qardaşımın ilk babasıydı o. Bizim qəhrəman şəhidimiz Xəyalın dayısı oğlu oldu. Leytenant. Valla, xəyalın dərdini çəkməmiş, yaramız sağalmamış. Murad da bizə bir dağ çəkdi. Təxribat zamanı 2022-ci ildə, sentyabrın 13-də qəhrəmancasına Laçın rayonunun... Antiterror. Tek bir şehir geldi. Terörden qabaq. Təxribat idi. Antiterrordan qabaq idi. Ayın 13-də. Tek bir şehir geldi. Bütün Şabran'ı ayağa kaldırdı. Ruhları şad olsun, məqamlarımız olsun. Hörmətli şəhid TV izləyiciləri, Şəhidin TV izləyiciləri, gördüyünüz kimi nə qədər də ağır olsa biz qəhrəman şəhidimiz Xəyalın müəllimindəyik. Ata-ananın danışları hətta bəni belə öyrətdi. Mən nə arzulardım ki, vətənimiz Azərbaycan indən belə müharibə görməsin. Bayrağa bükülüb gəlmiş şəhidlərimiz olmasın, onların göz yaşlı olmasın. Gəl nəsillər bu sülhə məmanlıq içində yaşansın və bu azadlığı bizə bəxş edən şəhidlərimiz heç vaxt unudulmaz. Başınız sağ olun. Sağ olun. Çox sağ olun. Allah razı olsun. Baxarsız Xəyalın bir dənə kədərli şəkili yoxdur. İnan Allaha ki, Xəyalı mən heç vaxt anası olaraq bir dəfə kədərli görməmişdim. Bütün şəkillərdə gülür. Gülür, bax. Ağırlıqdan qaldırmaq olmur. Bu şəkillər hamısı sonunda. Bu qədər şəkili gəzərsiniz, bir dənə kədərli şəkil yox. Hamısında da gülür. Onu da qeyd edim ki, hörmətli şəhid izləyiciləri, biz Xəyal qardaşımızın 25 yaşında cənnətdə dəyişməyən mövludunu bir dəfə işıqlandırmışıq. Və təsadüfi deyil ki, Şabran rayonuna ikinci səfərdə gəldik və Xəyal qardaşımızı ziyarət etməmiş, getmək istəmədik. Var olasınız, Allah can sağlığı. Hər bir şəhidimizin valideyni yanında olmaq, ona mənəvi dəstək olmaq hər bir şeydən. Şəhid valideynlərlə heç bir şey lazım deyil. Sağ olsun dövlətimiz necə lazımdır, baxır. Ancaq şəhid ailələrinə mənəvi dayaq, diqqət ayırmaq lazımdır və şəhidlərimizi hər zaman ziyarət etmək lazımdır. Allah səbrinizi versin. Məkanı cənnət məqamımız olsun şəhidlərimizə. Allah köməyiniz olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Çox sağ olun sizlər də ki, Daim TV əməkdaşları gəlib balalarınızı
şəhid balalarımızı ki, əbədləşdirirsiniz, ictimaiyyətləndirirsiniz, var olasınız. Kollektivimizə də təşəkkür ediyorum. Allah Teala cəm şəhidlərimizin məkanı cənnət məqamlarımızı etsin. Şəhidlərimizə salam olsun deyilir. Şəhidlərimizin və Allah'tan səbir dilerim, Allah səbirinizi versin diyelim. Ağır dəstəvrat bitirmək. Ben de istəyərdim azadlık olsa əziz izləyicilərimiz və biz qəhrəman şəhidimiz Hikmət qardaşın məzarı başındaydıq. İndi hal-hazırda Hikmət qardaşımızın yaşadığı ünvana gəlmişik, mənzilə gəlmişik. İstəyirik ki, onun yaşadığı evdə ona məxsus olan otağa hal-hazırda muzey kimi vəziyyətlər onun şəhidin diləklərini də işıqlandırar, həm də şəhidin haqqında olmalarından bir məlumat alır. Yine gece gel. Şu an maşına. Bu değil mi maşın? Ha. Hörmətli Şəhidin TV izləyiciləri, bildiyiniz kimi və qapının ağzında biz elan elədik ki, qəhrəman şəhidimiz Hikmət qardaşımızın evinin önündəyik. Hal-hazırda biz qəhrəman şəhidimiz Hikmət qardaşımızın mənzilindəyik və ona məxsus olan ev muzeyindəyik. Bir daha biz Azərbaycan Respublikası Şəhid əlilləri və maarif tanınan hüquqların müdafiəsi Nazirliyinin sədri Tahir Məmmədov adından və Şəhidin TV kollektivi adından şəhidimizin valideynlərinə Allah'tan səbir dilirik. Allah səbrinizi versin deyirik. Və Xəyal qardaşımızın, Hikmət qardaşımızın timsalının cənnət məqamlarımızı etsin. Belə bir kəlam var ki, deyirlər şəhidlər ölməz, vətən ölünməz. Biz o yüzden də şəhidlərimizə rəhmət yox, salam söyləyirik. Şəhidlərimizə salam olsun deyirik. Və mən istərdim ki, qəhrəman şəhid qardaşımız Hikmət haqqında Hikmət qardaşımızın valideynləri buradadır, evləri, qardaş və anamız. İstərdik ki, şəhidimiz haqqında, qəhrəman şəhidimiz haqqında
Bizim Şəhidin TV izləyicilərinə Hikmət qardaşımızın talihi haqqında, Evet, yok. həyat yolu haqqında bir məlumat verərdiniz. Neçənci ildə harda doğulub, neçənci ildə hərbi xidmətə çağırılıb. Bu barədə istəyənə izləyicilərimizin məlumatlandıraydınız. Buyurun. Qasımov Hikmət Zadıoğlu 1990-cı il fevralın 11-də Şabran rayonunun Köyqüç kəndində anadan olub. Hikmət 96-da, 97-də birinci sinifə gedib Köyqüç məktəbində. 17-ci ildə əsgər gedib. Beyləqan rayonu Enə hərbi hissəsində xidmət edib. Oradan bizə təşəkkürnamə gəlib. Həmişə yaxşı əsgər olduğum deyirlər. Hikmət aprel hadisələrindən sonra könüllü olaraq müharibəyə getmək üçün bayramata ərizə yazıb. Müharibə başlayan kimi də gəldi evə, dedi ki, müharibə başlayıb. Heç çağırmamışlar elə ki, onu bayramatdan da. Dedi ki, mən gedirəm. Gəldi evə, atasına, mənimlə dedi ki, mən gedirəm, məni çağıracaqlar, çağırmamışdan qabaq qoy özüm gedirəm. Getdi, hərbi komissarlığın qabağında onun ayağı topuqdan çıxırdıydı, şişmişdi. Gedib orada qalmışdı, ayaq üstə çıxdı. Komissarlıq dedi ki, sən heç yerə gedə bilmərsən də bu həyatla. Deyib, yox, mən gedəcəm. Hikmət 8-i getdi. Oktyabr 24-ü Füzulinin Mədininə də şəhid olub. Haqqında nə deyə bilərəm? O belə bir oğul idi ki, onun haqqında danışmaq, nə bilim, mənim üçün çox çətindir. Hikmətin 30 yaşı var idi. Deyirdi ki, evlən də Hikmət. Deyirdi ki, ay mama, mən elə bir toy eləyim, gərək ki, mənim dostlarım, mənim tanışlarım 2 gün toy eləyim ki, mənim toyuma təmtəranlı olmalıdır. Amma ki, o Atı. Siz de buyurun. O da bunların erməni işğalçıları bizim Qarabağ torpağını işğal edəndən sonra Hikmət balaca uşaq idi. Həmişə bu televizorda göstərirlər, bu bizim əsirləri bizə işgəncə verirdilər. Bu Xocalı hadisələrindən sonra həmişə televizora baxırdı. Deyir ki, müharibə olsa mən hökmən gedəcəm. Onda o vaxtlar uşaq idi. Sonra gəldi bu aprel hadisələrində könüllü olaraq adın yazdırmışdı, bizdən xəbərsiz. Yazı günlərin bir günü idi, mən oturmuşdum evdə. Mənə dedi ki, ata bəs məni rayona apardım, xeyr ola. Dedi, bəs telefonuma mesaj gəlir mənim. Bəs müharibə başlayır, gedirəm mən də. Mən dedim, ay oğlum, gözlə də bir çağırsınlar, sonra gedərsən. Dedi, yox ata, bu gözləməkdən deyil. Mən də mindirdim onun maşınına, üzərimdən apardım. Təhvil verdim bayanxanata. Getdi də müharibəyə, bütün bizim balalar kimi. Sonra günlərin bir günü idi, ayın 24-ü idi, oktyabr. Axşam mənə bir qardaşım var, zəng elədi mənə, Hikmətin halını soruşdu, Hikmət nətərdir? Mən dedim, xeyir olacaq, Hikməti soruşursan. Dedi, heç hələ belə soruşan, Hikmətdən nə xəbər var? Mən dedim ki, nə bilim, axı bu gün zəng gəlmir. Hər gün zəng edirdi o bizə, 2 gündən bir ən aşağısı. Sonra dedim, yox, sən nəsə bilirsən, demirsən mənə. Bir də, bəs Hikmət yaralanıb, dedim, yalan mısın? Sonra dedi ki, şəhid olur.
Ben bildim ki anası bilse səhərə qədər bağır çatdı görər onu. Anası bilir. Onda ayırdı ki səhər bayraqları gətirib basırlar qapıdan. Onda xəbəri oldu hikmətin. Sonra da ki gətirdik, dəfn elədik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən hikmətlə fəxr edirəm. Onlar bizim başımızı uzaq edirlər. Telefonda danışanda deyirlər ki, Hikmət neye belə getdin də? Deyib, vətəni qorumaq, bugünü sabah olar, olmaz. Həmin onun sözləri. Səsi də var. Demiş ki, sən nə dedin, nə öşkürdün. Sonra gedərdin. Daha da ki, vətəni qorumağın bugünün sabahı yox. Bizi gözləyirdim, biz gələrdik, səninlə görüşərdik, sonra gedərdik. Deyib, ya. Çok güzel söylüyorsunuz. Vətəni qorumağın bugün sabah olmaz. Vətən her zaman mərd igid oğullar qorumalıdır. Bu şəhid qardaşlarımızı yazmaq, doğumanda Allah'ına yazılmış bu şəhidlik. Hər bir insana nəsib olmur ki, bu şəhadətə yüksəlməyə, şəhidliyə olmaq. Allah səbir versin. Başımızı uzaq edirlər. Allah anadan olan şəhid analarını, şəhid atalarını. Ben her zaman Azərbaycanın başımıza Ben de Ben her zaman söylemişim ki, Alnımızdan şehitler düşen bu yerden yok. Şehitler öz evlerden yok. Şehitler bu evden, bu obadan, bu vətəndən gedir. O şehit tek bir sizin şehit değil. O hem de bütün Azərbaycan xalqının övladıdır. Bütün Azərbaycan xalqının şəhididir. Vətənimizin bir adı var Azərbaycan, şəhidimizin bir adı var şəhid. Yəni vətənini, evini, obasını sevən hər bir qeyrətli, namuslu vətəndaşın borcudur ki, ilk növbədə şəhidlərimizi ziyarət edib, şəhidlərin valideynlərini ziyarət edib, onlara mənəvi dəstək olmaq. Bu hər bir vətəndaşımızın borcudur. Necə ki, hər zaman biz şəhidin televiziyası olaraq hər an şəhid valideynlərin yanındayıq, şəhid tədbirlərini işıqlandırırıq. Anım günlərini, mövludlarını işıqlandırır və bu axıra qədər də bu belə olacaqdır. Biz şəhidin TV kimi də boynumuza almışıq ki, hər zaman şəhid mövludlarını, şəhid tədbirlərini işıqlandıraq və ictimaiyyətə çatdıraq. Mən bir şey də deyim ki, Vətən müharibəsindən sonra mən belə bir şeyə rast gəldim ki, deməli, necə ki, 2020-ci ildəki Müzəffər Ali Baş Komandanımızın qaldırdığı dəmir yumruq altında həmrəy olan, bir olan Azərbaycan xalqı bugünkü həmrəyliyi, birliyi qoruyub saxlayır. Bax, şəhid valideynlərini mən onu gördüm ki, bəlkə də doğma bacı qardaş bir-birinə bir o qədər yaxın deyil ki, bu şəhid valideynlərini bir-birinə bir o qədər doğmadılar, bir o qədər yaxındılar. Elə bir doğma bir bacı qardaşdır. Bax, bu həmin şəhidlərimizin bircə tökdükləri qanın bahasınadır ki, şəhadətə yüksəlirlərin bahasınadır ki, bugünkü gün şəhid valideynləri bir-birinə bacı qardaş kimidir. Və mən şadam ki, bu günlərim Şabran rayonunda həm Hikmət qardaşımızı, həm Xəyal qardaşımızın evini ziyarət etdik. Şəhidin TV kollektiv olaraq onlara, valideynlərinə baş çəkdik, başsağlığı verdik. Müəyyən qədər də olsa təsəlli verdik. Və şəhidin TV kollektiv olaraq hər zaman siz şəhid valideynlərin yanındayıq və dərdimizə də şəhid. Buyuraq, dayı. Sən də ürəyində. Şabran rayonumuzun 2 dənə könüllüsü var. Bunlardan biri Hikmət Qəsimovdur. Hal-hazırda onun ev muzeyindir. Biri də Orucov İrfandır. Bunlar 2 nəfər öz könüllü edirlər vətənimizin xidmətinə. İkisi də könüllü olaraq şəhid oldular orada. Allah atalarının analarına səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Birliyi dedin, yaxşı yerində dedin. Əlbəttə bu bir adı qardaşı mən bəlkə də uzaqdan uzağa tanıyırdım. Ancaq balalarımızdan sonra onlar necə də bir dəmir yumruq eləyərək prezidentimizin arxasında birləşdirib. İndi biz də bir valideynlər olaraq, qardaş olaraq onsuz da yaxınlarımız uzaqlaşır, uzaqlar bizə yaxın olur. Allah can sağlığı versin. Sizlərə də, bizlərə də. Biz balalarımızı yaşadaq. Siz də
təbliğ eləyəsiniz. Allah kimlə göz olsun, var olasınız, həmişə başınız ucu olsun. Deyir bir masal var ki deyir, qohum gəlməyə yaddaşır, Bəli. yad gələ qohumlaşır. Həqiqətən də bu şəhidlərimiz valideynlərini bir-birinə doğum elədilər, qohum elədilər. Şükürlər olsun ki, bu elə həmişə daim olsun. Şəhid adalarına Mənim də elə müqəddəs ən böyük arzum odur ki, necə ki, Müzəffər Ali Başkomandanımızın qaldırdığı dəmir yumruq altında bu həmrəy olan, bir olan xalqın sahəsində Müzəffər Ali Başkomandanımızın yürütdüyü düzgün siyasətin nəticəsində və ordumuzun, Rəşad Əli ordumuzun nəticəsində sayəsində qazandığımız ki, zəfər ki var, bu zəfərlərimiz bol olsun və bu həmrəylik o yumruq altında həmrəy bir olan xalqın heç vaxt həmrəyliyi, birliyi pozulmasın. Allah Teala siz valideynlərimizin salında bütün şəhid valideynlərinə Allah səbir versin, başınız sağ olsun deyirik. Bax, şəhid qardaşlarımızın Allah Teala məkanlarını cənnət, məqamlarımızı etsin. Bir daha şəhidlərimizə salam olsun deyirik. Qarabağ, Azərbaycan. Bir daha salam şəhidin qızılları salamlayırıq. Dediyiniz kimi biz bu günlərin Şabran rayonunda ezam olunmuşuq və bu günlərin artıq 3-cü şəhidimizdir ki, şəhidimizin mənzilini ziyarət edirik. Bu şəhidimiz Leytinant Rəsulov Murad İlqaroğlu 2022-ci ildə erməni terrorçuların apardığı təbliğat nəticəsində şəhid olmuşdur. Allah məkanı cənnət, məqamımız etsin. Şəhidlərimizə salam olsun. Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə hissələrinin müdafiəsi ictimai birliyi səthi, Rəhman Bakılan şəhidimizin kollektiv adından, şəhidimizin valideynlərindən Allah'tan səbir dileyirik. Allah səbirləri versin. Buyurun, keçən şəhidimizin mənzili. Güzel kardeşimiz ilk önce şehrin gibi kolektif olarak ve Azerbaycan Respublikası şehirleri, Əlilləri və Mühafizəçilərin Müdafiəsi İctimai Birliyi Sədr Təlimat adından ilk önce sizlərə Allah'tan səbir dilirik. Allah səbrinizi versin deyirik. Bu günlərin təsadüfi biz Şabran rayonuna gəldik və fikrimiz de oydu ki, şəhidimizi və kollektiv olarak Şabran rayonunda bir neçə şəhid ailələrimizi ziyarət edək və şəhidimizi və kollektiv olarak onları işbal və
evimizde biz kahraman şehidimiz Kaya kardeşimizin evinde olduk. Ve sonra Hikmet, benim kardeşimiz Hikmet'in evinde oldu. Ve hemen arkada özümüze de borç bildik ki şehit Leytinat Resulullah Murat Ülkeroğlu'nun da mezili valideynlerini ziyaret edeceğiz. Onu özümüze bir borç bildik. Biz çok sağ olun. Böyle 44 gün Vatan Muharebesi'nin devrinde Kayal kardeşimiz, Hikmet kardeşimiz şehit olmana bakmayarak Leytinat kardeşimiz, Murat kardeşimiz 44 gün Vatan Muharebesi'nde iştirak etmişti. Ve o vakti Vatan Muharebesi iştirakçısı medalını almıştı. Ama Ermeni teröristlerin apardığı təbliğat neticəsində 14 sentyabr 2023-cü il tarixdə Laçın dəhlizində qəhrəman şəhid Leytinat Resulullah Murad Aynen şehit oldu, şehit zirvesine ucaldı. 14'ü Şaban Şehitler Kıyafetinde onunla dəfn olundu. dəfn olundu. Bize size hoş geldin dedi. Allah canınıza sağlık versin. Yaxşı ki varsınız ki kimi gayretli insanlar çekti bizim bağlarımızı, ülkemizi ışıklandırıyorsunuz. Murad üç döyüş yolu gitmişti. 2017-ci ildə Murad Heydər Əliyev'in Ali Hərb Akademiyası yaxşı bal yığaraq 3 yaşda bal yığmışdı Murad. 2020-ci ildə də Murad döyüşlərə 44 günlük müharibəyə bir kursant kimi vaxtından əvvəl kiçik leytenant rütbəsi alaraq döyüşlərə qatılmışdı. Yəni ki, Ulu Öndərimizin etdiyi vəsiyyətin, yəni onun davamçısı olan hörmətli prezidentimizin dəmir yumruq ətrafında, əməliyyatında, yəni onun ətrafında sıx birləşənlərdən biri də Murad oldu. Vaxtından əvvəl kiçik leytenant rütbəsi alaraq komandanlığı altında 33 canlı şahid olan əsgərləri ilə Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüş əməliyyatlarda iştirak etdi. Əlbəttə, döyüşlərin qızğın vaxtı idi ki, oktyabrın 4-də bir xəyal balamızın şəhidlik xəbərini alandan sonra, yəni ki, insan qız evladın can parçasının xəyal bizə çox əzizdir, öz balamızdır, həmişə şirin bala idi ki, onun dayday sözü hər zaman mənim qulağımdadır, hər zaman. Bu cür ağracın içində olan bir insan, evladla döyüşün içində, Murad 96 gün orada qalmağına baxmayaraq Ali Hərbi məktəbinə qayıtdı, məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra oktyabrın 2-də Muradın təqinatını Laçın rayonuna verildi. Ay yarımdan sonra Murad ikinci döyüşlə üzləşdi ki, 2021-in 16 noyabrında 7 şəhid 10 yaralı verdi ki, orada Murad göstərdiyi igidliyə görə yəni postlar alınmışdı, yüksəkliklər alınmışdı. Düşmənin məsələsini yerinə oturtdular, məğlub etdiyinə görə, igidliyinə görə onu Ali Başkomandanımız tərəfindən igidliyinə görə medalla təltif olundu. Yəni, Murad sağlığında quvaddan azad olunmasına görə, baxmayaraq ki, bir neçə rayonlar keçmişdi, bir igidliyinə görə bir də Vətən Müharibəsi iştirakçısı medalı təltif olunmuşdu. Üçüncü döyüşündə Murad yenidən həmən Laçın rayonunun o yüksəkliklərdə öz xidmətini davam elətdirərkən 3-cü döyüşündə Murad 2022-ci ilin 12-13 başlayan geniş miqyaslı təxribatın qarşısını alarkən qarın və sinəsindən, qarın boşluğu və sinəsindən aldığı güllə yarası nəticəsində qəhrəmancasına şəhid oldu. Şəhidlər hamısı biz üçün qəhrəmandır. Onlar bir tarix yazdılar, onlar qeyrət simvoludular. Bunlar vətənimizi həqiqətən də nəinki 10 milyonluq haqqını, hətta bütün dünya Azərbaycanlılarının alnını açıb, başını dik tutub gəzmək üçün bir, yəni öz qanları ilə, canlarına bir zəfər hədiyyə elədilər bizim oğullarımız. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan dövləti, Azərbaycan xalqı. Yəni ki, muradlar, xəyallar olmasaydı, biz bu torpağı kimlər azad eləyərdi, işğal altında olan torpaqlarımız bizə zirətdə qoymuşdu. Çox üzücüdür, bizim ürəyimizin közü almalı, yəni ahirət evinəcən bu yanacaq, bu sönəci bir şey deyil. Biz yaşamaq da öyrəz qalır. Biz özümüzə güc toplayıb yaşayırıq ki, yaşadaq. Biz özümüzə güc toplayıb yaşayırıq. Siz yaşamalısınız ki, şəhidlərimiz də yaşasın. Şəhidlərimiz də yaşasın. Çünki
Azərbaycan xalqı gələcək, nəsil bilsin ki, bizim bu cür qəhrəman yiğit oğullarımız var. Elgar qardaşım, mən bunu qeyd etmək istəyirəm ki, mən onu əminliklə deyə bilərəm ki, nə vaxta kimi ki, Azərbaycan xalqının qeyrətli oğlanları, qızları var, bizim heç bir dənə də olsun şəhidimiz unudulmayacaq və imkan verməyəcəksə ki, unudulsun. Var olsun. Hər şey göz önündə, siz dəfələrlə burada olmuş. Allah sizlərə can sağlığı, təşəkkür edirik sizə. Şu kimi qeyrətli insanlar bizim qapımızı açır. Bizim sadəcə olaraq bir dəyər lazım. Bizim heç nə ehtiyacımız yoxdur. Şəhid valideynləri Biz üçün bu vətən uğrunda oğul vermişik. Bir də özünüz gələndə məsəl üçün küçənin təmizliyini gördünüz. Məsəl orada onun balaca da olsa bir parkın orada su çəkilib, orada ağaclar əkilib, çiçəklər əkilib. Bunlar hamısı cəmaatın, insanların yəni gözəlliyi üçündür, göz oxşasın, bu insanlar var. Yenə cəmaat üçün edilir. Bir buradan xalq üçün eləmişik, indi də cəmaat üçün edilir. Canımız fəda olsun vətənimizə, vətəni əlbəttə ki, qorumağa igid oğullar lazımdır. Əziz qardaşım, 7 rayonumuz girmişdi, 7'si də geçseydi bugünkü gündə bizim solumuzun başında kimlər oturardı? Ölkəmizə kimlər ağalıq eləyərdi? Bax, bunun götürəcəsindən mən tanıyırdım, nə Murad tanıyırdı, nə Xəyal tanıyırdı, Qarabağ tərəfləri məsələn. Orada bizim, hər birisi bizim qardaş və bacılarımızlar, hər bir Azərbaycan qeyrətli insan. Gözlərinin qarşısında analarla, bacılarla təcavüz olunur. O bizim qeyrətimiz, namusumuz idi ki, ürəyimizdə illər idi, daşıyırıq. Ancaq bugünkü gündə bizim oğullarımız və bu qəhrəman oğullarımız bizim, yəni ki, o qanı aldılar, o həyətimizi aldıq, torpaqlarımızı geri qaytardıq. Əlbəttə ki, bizim Cənab Prezidentimiz, Ali Baş Komandanımızın səyi nəticəsində onun verdiyi əmrlər, özünün dediyi kimi də ki, bəli, apardığı daxili və xarici siyasəti də bəyənirik. Bizim oğullarımız əmri o kişidən alıb, yəni düzgün dürüst yerinə yetirdilər. Nətə hörmətli Prezidentimiz dedi, nə qədər silah da olsa belə, onları istifadə edən, o güllənin qarşısına özlərini verən bizim igid oğullarımız oldular. Əlində odlu silah, düşmən qarşısında durub sinədən güllə almaq, bu özü bir qəhrəmanlıqdır, bir tarixdir bu. Bunu əlbəttə ki, biz inanırıq devlətimizə, yəni ki, devlətimiz, hörmətli Prezidentimiz vaxt başında hamısının dəyərini verəcək, hansı oğullar, hansı qəhrəmanlıqları, igidlikləri göstərir, hansı yolları keçib, hər bir oğul öz dəyərini almalıdır. Deyir, vətən mənə oğul içində dərdim, mamur olub qayalarda bitərdim. O oğullar hər birisi mamur oldu, bitdi o qayalarda. Devlətin artıq onlara oğul deyən vaxtıdır. Əlbəttə ki, onlar devlətin oğludur. Biz hər bir qayğını görürük devlətimizdən, hörmətli Prezidentimizdən. Mən ona görə də qeyd etmək istəyirəm ki, hər zaman onu deyirəm ki, şəhid valideynlərinə sağ olsun dövlətimiz necə lazımdır, qayğı göstərir. Şəhid valideynlərinə ancaq diqqət lazımdır və digər Azərbaycan xalqının bütün üzvlərinin borcudur ki, şəhid valideynlərinə, ailələrinə mənəvi dayaq dursunlar və şəhid ailələrini ziyarət etsinlər, şəhidlərimizin evlərini ziyarət etsinlər. Mən hər zaman demişəm ki, xərc çəkib buradan Kərbalaya, Məşədə və yaxud Məkkəyə, Mədiniyə gedib hər hansı bir ziyarət eləməkdənsə ilk növbədə şəhidlərimizi ziyarət etmək elə onlara bərabərdir. Mən onu qeyd edim ki, şəhidlərimiz tək sizin evinizdən yox, o bizim eldən, obadan, bu vətəndən gedir. Bu şəhid qardaşlar da bizim öz şəhidimizdir. Bu tək sizin şəhidiniz deyil, bütün Azərbaycan xalqının şəhididir. Və mən ümidvaram ki, Azərbaycan xalqı da heç vaxt öz şəhidini unutmayacaqdır. Və mən istərdim elə bu arada, ana da öz ürəyindən keçən sözləri Şəhidin TV izləyicilərinə çatdıraydı. Buyurun ana. Sizə də deyirəm, xoş gəlmişsiniz. Sağ olsun, siz gəlirsiniz, bizim şəhidlərini göstərirsiniz. Necə biz çox Ana danışardım, ana danışdığımı hamısını mən danışdım. Ana doğrudan da çox həyəcanlanır. Muraddan danışanda, Xəyaldan danışanda ana yox, analar ölür, gedir o dünyanı görür yəni. Əlbəttə çox ağır dərsdir, amma çox fəxrli, çox qürur verici. çox qürur duyuruq uşaqlar. Ona görə bu cür igid, cəsur, qəhrəman
Ondan evlat dünyaya getirmiş. Allah Allah'a rahmet eylesin. Bir sağ olsun. Bəli, sizin özünüz bilmədən də belə qəhrəman övladlar böyütmüşsünüz. Mən bir dəfə bir müəllimin bir hekayəsini oxudum ki, müəllim şagirdindən tarix dərsinə qaldırır, dərsini soruşmağa. Şagird deyir ki, müəllim öyrənməmişəm dərsini. Və zaman keçir, vaxt gəlir, 2020-ci il Vətən müharibəsində həmin şagird şəhid olur. Müəllim gəlir məzar üstündə durur və diz çökür məzarın başındakı şagirdə gedir. Şagirdinin məzarı başında diz çökür, deyir, bağışda ki, o vaxtı mən sənə iki yazmışam. Mən bilməzdim ki, o vaxtı tarixi oxumayan oğlanlar, sizin kimi uşaqlar bu tarixi yazılırlar. Bu şəhidlərimiz öz qanlarıyla tarix yazdılar. Və Azərbaycan xalqının uzun müddət əsarət altında olmuş torpaqlarını azad etdilər. Mən bir daha başta sizlər olmaq, başta şəhid valideynlər olmaq, bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm, Allah səbrinizi versin deyirəm. Başınız sağ olsun, vətən sağ olsun deyirəm və ən axırda şəhid qardaşlarımızın Allah təala məqamlarımıza, məkanlarını cənnət etsin deyirəm. Və şəhidlərimiz ölmür, heç vaxt. Şəhidlər ölməzdiyinə görə də biz heç vaxt şəhidlərimizə Allah rəhmət eləsin demirik. Şəhidlərimizə salam olsun deyirik. Şəhidlərimizə salam olsun. Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycan olaraq da qalacaqdır. Vətənimizin bir adı var Azərbaycan, şəhidimizin də bir adı var şəhid. Bizim üçün şəhidin fərqi yoxdur. Biz heç bir şəhidə fərq qoymuruq. Thank you.